Elə bir hadisə yoxdur ki, onun şəxsiyyətini sındırsın. Onun özünü sındırsın, mənliyini sındırsın, yox. Ən uzağı ölümdür. Ölüm də bunlar üçün olur şirin. Yəni, çünki həqiqət uğrunda bunlar ölürlərsə, ölüm onlar üçün çox şirin olur. Yəni, insanın son dayanacağı nöqtə nədir? Bir insanı nə ilə qorxudarsan? Uzaqbaşı ölümlə. Məsələn, əzizlərinin ölümü ilə qorxudurlar, sonra öz ölümü ilə hədəliyirlər. Uzaqbaşı bununla. Yəni, dünya malı ilə ki, bunlar dünya malından çox-çox yüksəkdə dayanıblar deyə, ona görə dünya malı ilə bunları aldatmaq, bunları qorxutmaq qeyri-mümkündür. Axırda gəlir öz şəxsiyyəti ilə, öz ölümü ilə qorxudurlar, hədəliyirlər ki, səni öldürəcək ki, ölüm də bunlar üçün həqiqətə yetişməkdir və Allaha qovuşmaqdır. Ona görə bunlar ölümlə də qorxmurlar. Və dünyada elə bir hadisə yoxdur ki, bunları sındırsın. Elə bir hadisə yoxdur ki, bunları məğlub etsin. Yox, yox. Bunlar bütün səhnələrdə qalibdirlər. Bütün səhnələrdə. Döyüşdə Qurani-Kərim buyurur ki, iki gözəllikdən birinə qovuşacaqsınız. Ya qələbə çalarsınız ki, bu özü böyük bir nemətdir, böyük bir uğurdur, ya da şəhid olarsınız ki, bu da böyük bir uğurdur, bu da gözəllikdir. Yəni, müminin həyatında məğlub olmaq yoxdur. Mümin ya qalibdir, ya şəhiddir. Və ki, hər ikisi qələbədir, hər ikisi qalibiyyətdir.